Salam dəyərli müəllimlər, əziz abituriyentlər, mən Elnur müəllim. Bugün sizlərə Mirzəcəlal Paşayevin Bir Gəncin Manifesti romanından Bahar hissəsinin izahını təqdim edirəm. Yəni bu Bahar ayrıca bir əsər deyil, sadəcə olaraq Bir Gəncin Manifesti romanından bir parçadır. Bahar. Deyir, kənddən ayrılandan sonra Bahar başı aşağı fikirli yerək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Demək biz burada görürük ki, Bahar yeriyə-yeriyə özü də bilmədən gəlib vağzala çıxıb. Bir tüfəngli adam döyüşkən kənd uşağını görüb yanına çağırdı. Yəni əslində burada demək biz görürük ki, burada həmin tüfəngli adam biz birazdan kim olduğunu biləcək. Həmçinin həmin o tüfəngli adam uşağın əməyinin istismarıdır. Yəni görürük ki, o işləyəndir, döyüşkəndir, fiziki cəhətdən güclüdür, ona görə onu qəbul edir əslində. Döyüşdən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləmə təklif etdi. Paltarın çörəyin bizdən. Bu artıq o demək tüfəngli adamın dilindən deyilən ifadədir. Baxın yoldaşlar. Paltarın çörəyin bizdən. Özün də erkək ətinin bitisindən yeyib cana gələrsən. Razısanmı? Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə həm də belə mehriban, dırnaqarası mehriban görürük. Mehriban adama rast gəldi, güman edib razı oldu. Nə deyirəm? Baxın yoldaşlar, biz burada görürük ki, əslində tüfəngli adam Bahara aldadır. Deyir ki, erkək ətinin bitisindən yedilsən, yazığa heç quru çörək də vermirdilər, tövlədə yatızdırırdılar. Nə deyirəm? Tüfəngli Baharı daş yolun tərəf gətirdi, bir arabacıya tapşırdı. Atama çatdırır bunu. Deynən görsün yararmı? Elə bir ki, bir əşya göndərir. Deyir ki, deynən görsün yararmı? Səhər arabaçı onu şəhərə Qəssab Məşədə Abbasın dükanına gətirir. Demək, Qəssab Məşədə Abbasın dükanına gəlir. Arabacı bir təhər adamını aralayıb Məşədə Abbası çağırdı. Məşədə əmi, bu gedəni İsfəndiyar göndərdi. Demək, yoldaş, biz burada məlum olur ki, sən demə, o tüfəngli adamın adı kim imiş? İsfəndiyar imiş. Məşədi dedi, gözləsin dedi. Məşədi gözləsin dedi. Bahar günortaya dək gözlədi. Çox acımışdı. Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı kənddən kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu. Bahar payızın ilk aylarında Məşədə Abbasın yanında işlədi. Sallaxanadan şəhərə daşınan ət daşqasının, ət arabasının boynunda oturur, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə yanında yatdığı daşqa atına qulluq edər. Yəni axşam da bu adam tövlədə yatızdırırdılar ki, yazığı. Bir qadın heç çörək də vermirdi. Məşədinin bütün xırda dükanı, ev işini Bahar yürüdü. Yəni bütün dükan işlərini, ev işləri hər birisini Bahar yürüdü. Məşədə axşama qalan və köhnələr içalatı səbətə doldurub Bahara verərdi. Çindən tutub itələyərdi. Bunları sat, satmamış qayıtma. Hamısı satsın, sənə bir abbazı fındıq pulu verəcəyim. Bahar küçələrin soyuq palçığını ayaqlara, küçə qapılarını gəzib həzin sap uşaq səsi ilə çığırırdı. Ciyər alan, ay ciyər alan. Bu yerlərdə az təsadüf edən şaxtalı qış günlərinin biri idi. Yəni, belə şaxtalı qış olmurdu, çox az təsadüf edilir. Yəni, o qədər şaxtalı ki, belə şaxtalı qış hələ görünməmişdi. Yəni, az təsadüf olunan şaxtalı qışından biri idi. Yer donmuşdu, ayaz kəsirdi, şaxta kəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat, yəni nazik, yalınqat, gedək paltarı ilə qəssab dükanının qapısında əsim-əsim əsirdi. Məşədə Abbas qapıda qolmuşdu. Görək niyə qoldu? Soyuqluğa düşəndən, qış girəndən bəri Bahar içalı sata bilmirdi. 5 addım gəzəndən sonra dalda bir həyat tapıb qızınırdı. Ev qadınlarına qalvarım ocaq başına dayanırdı. Ona görə evə qaydana Xozeyni onu döyüldü. Yəni Məşədə Abbas onu döyüldü. Bu gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir qara it qarını alıb götürdü. Divarı bayaq aşıb, bağlar arasında yox oldu. Bahar bunu söyləyəndə Məşədə Abbas gülümbəyə tutdu. Dünən yumurtadan çıxan düzənin məni yekəli kişiyə kələk gəlməni bir bax. Əlini Baharın cibinə salıb axtardı. Sonra qoltuğunda baxdı. Nə eləmisən dedi. 1 manatın yerini dedi. Nəyə veribiyimsən? Düzünü dedi. Uşağın dili dodağı tutuldu. Altdan yuxarı baxan qara məsum gözləri böyüdü. Andaman elədi ki, it aparıb. Qəssab onun qolunu tutub eşək tələdi. Get, 1 manatı gətir, sonra gəl. Bahar kağız kimi ağardı. Xozeynin tərəf baxdı. Məşədə Abbas bu baxışlara və göz yaşlarına cavab olaraq sərdən dilləndi. Buraları ayaq bassan meydini qoyacam. Elə bir ki, bir düşmən qabağında durub və düşməni qapıdan qoydu. Gör, nə qədər insafsız, insanlıq olmayan bir şəxsiyyətdir Məşədə Abbas. Bu Bahar qorxusundan zınqırını çəkmədi.
Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuqdur. Soyuq adamı qılınc kimi kəsirdi. Qorxa-qorxa bir ağasının dükanına gəldi. Yəni Məşədi Abbasın dükanına gəldi. Artıq evə yox, ağanın dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı. Sanki ağasından heç olmasa qonşuların birində mərhəmət diləyirdi. Məşədinin məşəl kimi yanan gözlə uşağa satışanda oğluna işarə verdi. Gör pulu gətirdi, qəssabın oğlu, yəni o İspandiyər, Baharın qabağını kəsib soruşdu. Manatı gətirdin, Bahar yalvardı. Məşədi ağa, qardaşım gələndə alıb verəcək. Bu qardaşını demək axtarmaq üçün şəhərə gəlmişdi. Qəssab irəli keçib qapını açdı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən buz döhəyə düşəndə başından bir vidrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi. Bilmədiyi nə etsin. Şaxta elə bir iliyə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı. Bu dəfə artıq demək, qəssab dükanından çıxıb hamamın dəhlizinə gedir. Dəhliz də soyuq idi. Ancaq içəri qapı açılanda isti hava bux kimi dəhlizə vururdu. Bahar özünü təskinlik verdi. Əlində bağlama yuyunmağa gələnlərə qarşı içəri girdi, yəni hamama daxil oldu. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı. Səki isti və rahat idi. Xeyli vaxtı belə keçirdi. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən istiləb deyirdi. Ədə, hey, həmşərə, düş nə soğuk olmusan bura? Çıx. Yəni baxırsan ki, ətrafda hər kəs Bahara qarşı laqeyd, yəni bir insan həyatına qarşı laqeyd. O başı aşağı qapıya tərəf yeridi. Məhkum qılınca baxan kimi eşin qış gecəsinin ayağına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi. Duruxdu, mərhəmət uman, məzlum baxışlarıyla adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü. Kündə qısıldı. Bığı xınalı kişi buğlanı-buğlan hamamdan çıxanda Baharı dəhliz ağzına girib uzadan dedi. Kəblə Qurban, demək Kəblə Qurban hamamçıdır yoldaşlar. Kəblə Qurban, hər burada dayanıb ha. Hamamdan çıxan bir kişi hamamçıya deyir ki, hər burada dayanıb. Kəblə Qurban başmaqlarını giyin, şakıldalaraq dəhsə tərəf gələndə Bahar yalvardı. Vallahi yerim yoxdur. Soyuqdan ölürəm. Qoy burada durum. Əmi, sən Həzrət Abbas. Bax bu ifadəni yadda saxlayın ki, bu ifadəni hamamçıya deyir ha. Bu ifadəni Məşədi Abbasa demir. Bu ifadəni hamamçıya deyir ki, qoy heç olmasa dəhlizdə durub. Kəblə Qurban Baharı tələb yola saldı. Rədd ol buradan. Həzrət Abbas qənimin olsun. Səkinin istisinə canı yumuşalan Bahar qışın kəsəli soyuğuna düşəndə elə bir ürəyinə xəncər sancıldı. İçindən ufuldadı, özünü itirdi. Bahar başını qaldırıb göyə baxdı. Tamam qaranlıq qovuşdu onu. Qış gecəsinin qorxu kimi hər yanı işıq gələn, hər yeri basdığını görəndə vücudunda ilan kimi soyuq və müthiş bir vahimə yeridi. Ürəyi bala quş kimi döyündü. Başı gizəlləndi. Gör necə bədii təsvir və ifadə vasitələrini gör necə yazdı, gör necə yerində işlədi. Addımlarını da artdı. Arası tələsmək istədi. Yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu tutulurdu. Uşağa elə gəlirdi ki, ayaqlarını qanadallamışlar. Topuqlarının hər birində ağır daşlar asılıb. Son ümidlə özünü Xozeynin qapısına saldı. Qorxa-qorxa qapını açdı. Həyatda qara ayaqlarının adam səsi eşidəndə uşağın sönən ümidləri sanki həyat işığı saçıldı. Xanımın mitili, Baharın köhnə yorğanı, xanım mitili təbii ki o köhnə külə sökülmüş yorğan döşək. Mitili, Baharın köhnə yorğan döşək eşya atdı. Ütür, hansı cənim gelirsən güt. Yəni Məşədi Abbasın xanımı. Bahar inana bilmədi. Gecənin bu vaxtda boranda hara gedim, ay xanım? Qurban olum, mənim yerim yoxdur, xanım. Sən bilirsən ki, xanım qapını elə bərk sırtlı təmirlə bərkitdi ki, deyərdin oğrudan, quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə, qar içində bata-bata uşaq bazara sarı yönəldi. O tufanda düşən yarpaq kimi əsirdi. Sanki Baharı iynəli yorğana bürürdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti. Bahar əlini atıb gözündən örtən ağır yorğana qaldırmaq istədi. Qol yerindən quru bir ağac şallağını quruyub demək sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərində də, başına və dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən, nə üçün edilini anlamadı. Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar. Artıq soyuqdan donur. Ancaq anası xəyalına gətirdi. Yəni, son ümiddə də, ölən vəziyyətdə də bu insan neyndir? Anasının göz qabağını gətirir.
Ana, ay ana. Cavab gəlmədi. Hər şey susurdu. Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasında idi. Xozenlə xəz paltolar, Xorasan kökləri, dəri papaqlar, jönzora və qaloş geyinərək səhər çayından sonra ilk paparosunu tüstülə-tüstülədə isti evlərin qapısından nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli məşədi çapacağını itləyərək, erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan qapısını qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısı oxuyurdu. Konka yolunu, qarnı çürüyənlər, yəni qarnı təmizləyənlər, qaşıyanlar bir uşaq meyidi tapdılar. Donmuş, şaxtaya dönmüşdü. Buzlanmış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədəş paltardan bəlli idi. Ona görə yiyəsini axtarmadılar. Qəriblər qəbirstanlığında apardılar. Yiyəsini axtarmadılar, qəriblər qəbirstanlığına aparıb dəfn etdilər. Və bu da baharın son tali. Əsər təbii ki, epik növdə roman janrında təhkiyə əsasında yazılıb. Əsər bir gəncin manifesti romanından götürülmüş kiçik bir hissədir. Əsər baharın simasında mürəkkəb ictimai şəraitdə yoxsulluğun və haqsızlığın acı təzahürləri ümumiləşdirir. Əsərdə insanlar arasında sinifləşmənin baş verməsi və siniflər arasında uçurumların qoyulması, çarəsiz insanların faciəsi qabaq şəkildə əks olunur. Əsərdə iki təbəqənin yaşayışı, həyat tərzi üzə qoyulur. İki təbəqənin yaşayışı, həyat tərzi üzə qoyulur. Əsərdə insan əməlinin istismar edilməsi tənqid olunur. Bahar yaşamaq uğruna mübarizə aparır, bir tikə çörək üçün şəhərli qarlıların qapısını ağır işgəncələrlə məruz qalır. Kənddən gələn çarəsiz uşağı, Baharın iki də Məşədi Abbasın oğlu İsfəndiyar görür. Məşədi Abbas şəxsi mənafeyini düşünən, qəddar zalım var dövləti hərsi olan obrazdır. Məşədi Abbas taliyindən tabelində olan insanlara qarşı amansız rəftar edir və heç inanmır, heç kimə inanmır. Əsərdə Baharın faciəsi səbəbi təkcə kasıbçılığı yox, həmçinin insan həyatına yönəlmiş biganəlik və ədalətsizlikdir. Bahar sadəlövh, fağır, qardaşı və arasından başqa heç kimi olmayan məsum bir uşaqdır. Baharın satmaq üçün apardığı qarın it apardığı Məşədi Abbas onu evə qoymur. Bahar isinmək üçün 2 dəfə hamama girsə də oradan qovulur. Məşədi Abbasın xanımı yorğanı Baharın üstünə atır. Əsərdə var dövlət hərisliyi, zalımlıq, qəddarlıq, insan taliyinə qarşı laqeydlik, uşaq əməlinin istismar edilməsi tənqid olunur. Əsərdə Bahar obrazı kasıblığın və haqsızlığın faciəsi kimi ümumiləşdirilmişdir. Yəni kasıblığın və haqsızlığın faciəsi kimi demək ümumiləşdirilmişdir. Belə dəyərli yoldaşlar, inşallah növbəti bir videoda görüşəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.